Salam, əziz və dəyərli Uğur Mozaikası kanalının izləyiciləri. Hər birinizi salamlayıram. Bugün biz sizinlə Güvən Nəşriyyatı 2025 sınaq 1 Riyaziyyat fənnindən 9-cu sinif suallarına baxacaq, tanış olacaq suallarla. Sual 57 ilə başlayırıq. Məxrəci 80 olan 0,2 və 0,25 kəsirləri arasında yerləşən adi kəsirlərin sayını soruşur. Əvvəla bizim birinci işimiz bunları adi kəsirə çevirməkdir. 10-2 və 25 2-yə ixtisar getdikdə 5-də 1, 25-ə ixtisar getdikdə isə 4-də 1 alınır. Məxrəci 80 dediyinə görə biz məxrəci 80-ə getiririk bunları. 5-i 80-ə eləmək üçün 16-ya vururuq, deməli surəti də 16-ya vuracaq. 4-ü 80 əməsini 20-yə vururuq, deməli surəti də 20-yə vuracaq. Ortada yerləşəcək 80-də 17, 80-də 18 və 80-də 19. Deməli bunlar arasında adi kəsirlərin sayını soruşursa məxrəci 80 olan düzgün cavab 3 dənə. B variantı. 58-ci sual aşağıdakı ədədlərdən hansı 9-a qalıqsız bölünür? Siz çox yaxşı bilirsiniz ki, bu rəqəmlər cəmi 9-a bölünməlidir. 9, 8, 17, 7 gəldim 24, bölünmür. 6, 5, 11, 4 gəldim 15, 9-a bölünmür. 5-in üstünə 4, 9, üstünə 3 gəldim 12, bölünmür. 8-in üstünə 7 gəldim 15, 6 gəldim 21, bölünmür. 7 üstə gəl 6, 13, bir dənə də 5 gəldim 18. Rəqəmlər cəmi 18 elədiyinə görə 765. C variantı 9-a qalıqsız bölünür. A çoxluğu üçün aşağıdakılardan hansı doğrudur? Baxın, A çoxluğunun boş çoxluğu ilə kəsişməsi boş çoxluq olmalıdır. Deməli səhvdir. Birləşməsi isə A olmalıdır. Deməli səhvdir. A-nın özü ilə birləşməsi hər zaman özüdür. A-nın A ilə kəsişməsi də özüdür. Burada düzgün cavab A variantıdır. Bu tamamlayıcı çoxluğa aiddir. A-nı A-ya tamamlayan, onsuz da A özüdür deyə yalnız boş çoxluq ola bilər. Digər tərəfdən, belə misallarda biz nəyi oxuyuruq? Aşağıdakı çıxılsın həmin A-nın özü. Və bu da təbii ki, A çıxılsın A bizə boş çoxluğu verməlidir. Fərqliləri götürürük, fərqli yoxdur. A-nın özü ilə fərqlisi yoxdur. Bu tamamlayıcı çoxluq alt çoxluq olanda mümkündür. Yəni A özünün alt çoxluğudur. Şəkil eyni ölçülü kvadratlardan ibarətdir. Şəklin hansı hissəsi rənglənmişdir? Birinci burada neçə dənə kvadrat olduğunu sayaq. 1, 2, 3, 4, 6, 1, 2, 3, 4, 5, 6, 7, 8. Ümumilikdə 6 vur 8, yəni 48 dənə kvadrat var. Rənglənmiş hissə 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 48-də 8. Təbii ki, 8-ə ixtisar aparacaq. Düzgün cavab 6-da 1. 60-cı sualla davam edirik. A və B qarşılıqlı sadə ədədlər olarsa, dərhal ağlıma gələni yazıram. Qarşılıqlı sadə ədəddirsə, bunların əbubu 1, əkobları isə əziz şagirdlər hasilidir. C. Daha doğrusu A vur B. A vur B hasilidir. Bizə C buradan zehnimizə ilişdi. Ortaq olmayan sadə vuruqların hasilini soruşur. Siz bilirsiniz ki, C-nin də düsturu əkob bölünsün əbobdur. Biz əkobu əboba böləndə, yəni AB-ni 1-ə bölürəmsə, cavab təbii ki, AB alınacaqdır. 62-ci sual. Çoxluqların kəsişməsinin elementləri. Çoxluğun kəsişməsində biz neynirik? Eyni olanları götürürük. A eynidir, C eynidir, E eynidir və bir də F eynidir. Baxın, sayını soruşduğuna görə düzgün cavab C variantı 4 dənə. 63-cü sualla davam edirik. 280 ədədinin müxtəlif sadə vuruqlarının sayını tapın. Deməli, biz 280-i bölürük 2-yə. 140, 2-yə böldük 70, 2-yə böldük 35, 5-ə böldük 7, 7-yə böldük 1. Yəni, sadə vuruqlara ayırırıq.
Müxtəlif sözünü gördüyümüz üçün uşaqlar sadəcə müxtəlifləri götürəcəyik. 2, 5, 7. Sayın soruşduğuna görə 3 dənə. Davam edirik 64-cü misalla. Bəli. Baxın, bu bizim düsturumuzdur. Bayaq da yazdıq. Yadınızdasa yazdıq ki, C bərabərdir əkob bölünsün əbob. Və buradan əbobu çarpaz C-yə vursaq əkobu tapmaq üçün. Deməli, əkobun düsturlarından biri də nədir? Verilmiş 2 ədədin əbobunun C-yə hasilidir. Burada fikir verirsə, deməli, x dediyi nədir? C-dir. O zaman biz 42-ni sadə vurğulara ayırırıq. 2-yə böldüm 21, 3-ə böldüm 7, 7-yə böldüm 1. 48-i ayırırıq. 2'ye böldük 24, 2'ye böldük 12, 2'ye böldük 6, 2'ye böldük 3, 3'e böldük 1. Bizde eyni olanlar bir dənə 2'dir, bir dənə 3'dür. 7 və bunlar fərqlidir. C isə həmin ki biz C-ni axtarırıq. Ortaq olmayan, yəni çıxların hasilidir. Bu da bizim üçün eləyəcək 56. Deməli, düzgün cavab A variantı olacaqdır. Digər bir tərəfdən uşaqlar, siz görürsünüz ki, 42, 6 vur 7-dir. 48 də 6 vur 8-dir. Buradakı 6 əbobdur, eynidir. Fərqli olan, yəni 7, 8-in ki, ortağı yoxdur artıq. Sadəcə 7, 8-i bir-birinə vurub 56-nı tapırıq. Daha sonra davam etmək istəyirik. 64-cü sualdan sonra 65-ci sual. Diaqramda verilmiş B çoxluğunun elementlərdən neçəsi A çoxluğuna daxil deyil? Baxın, bu hissə kəsişmədir. Yəni, bu elementlərdir ki, B-yə daxil olub və A-ya da daxil olanlardır. Amma bu iki element ki var, 8 və 9, bu ikisi, bunlar A-ya daxildir, daha doğrusu B-yə daxildir, amma A-ya daxil deyil. 2 dənəsi. 56. 13-də 30 kəsirini sonsuz dövrə onluq kəsiri kimi göstərim. Bir üsulumuzdan biri məxrəci 90-a, 99-a bu tipli qaydaya tamamlamaqdır. Sürət və məxrəci 3-ə vurdum. 90, burada isə neçədir? 39. Və verilmiş variantlardan, məsələn, baxırıq ki, bu 99-da 43-dür, bu deyil. 9-da 4-dür, 99-da 42-dir. Burada 42-dən 4-ü çıxacaq. Burada 43-dən 4-ü çıxacaq. Təbii ki, düzgün cavab B olacaq. Və yaxud da 13-ü sadəcə 30-a bölürsünüz. 0 tam yazıb, bura 0 atıram. 4 dəfəsi 120 eləyir. Birinci 0 icazəlidir. 10 qalığın yanına 0 attım. Bunun içində 3 dəfəsi 90, təzədən 10 qalır. 100-ün içində 3, 90, 10 qalır. Bu şəkildə sonsuzluğa doğru periyod edir, təkrarlanır. Ona görə bizim düzgün cavabımız B variantı olmalıdır. 67-ci sualla davam edir yazı şərhlər. AB 2 rəqəmli ədədi üçün 3A üstə gəl 3B olarsa B-ni tap. Təbii ki, bu üstündəki xətt 2 rəqəmli ədədi bildirir, təkli yoğunluq mərtəbəsi. O zaman 10A üstə gəl B bərabərdir 3A üstə gəl 3B olacaqdır. 3A-nı digər tərəfə atdıqda çıxırıq 3A-nı. B-ni digər tərəfə atdıqda çıxırıq B-ni. 10A-dan 3A çıxıram 7A, 2B. Biz naturaldan da bilirik ki, A 2-ni götürür, B 7-ni götürür. Əsl yazılışda uşaqlar bunların yanında K olmalıdır. Sadəcə biz belə hallarda əgər ədəd 5 və 5-dən yuxarıdırsa K-nı 1 götürüb birbaşa yaza bilirik. Çünki biz əgər 7-yə K-ya onsuz da 2 verə bilmirəm. 2 verirsəm 7 vur 2, 14 eləyir axı. O zaman biz görürük ki, bu rəqəm anlayışından çıxır. Çünki burada A1 rəqəmdir, maksimum 9 ola bilər. Ona görə olduğu kimi qalır. Bizdən B-ni soruşduğuna görə deyirik ki, cavab nədir? C variantıdır. 68-ci sualla davam edirik icazənizlə. A çoxluğu 168 ədədi natural bölənlər çoxluğudur. Nə deməkdir? Deməli, A, məsələn, 1-dir, 2-dir, 168 2-yə bölünür. Rəqəmləri cəmi 15 elədiyinə görə deməli bu 3-ə də bölünür. Son 2 rəqəm 4-ə bölündüyü üçün 4-ə bölünür və s. ta 168-ə qədər. İndi biz bir-bir bunları tapmadan necə surətdə tapa bilərik? Sadəcə A çoxluğuna daxildirsə, deməli 168 həmin ədədə bölünməlidir.
Fikrimi çatıra bildim mi? Məsələn, biz deyirik ki, 168 14-ə bölünür. Niyə? Bir dəfə burada qalır 28, bu da oldu 2 dəfə. Deməli, 168 nə oldu? 14-ə bölündü. Cavab 12-dir. Biz deyirik ki, 168 məsələn 18-ə də bölünür. Niyə? Yoxlayaq, yoxsa da cavab 18 mi olacaq? Bunu saxlayaq axıra, cavab 18 olur. Yəqin ki, bölünməyəcək. 168 21-ə bölünəcək 8 dəfə. 8, bu da 16. Deməli 121, daha doğrusu 21 getdi. 168 24-ə bölünməlidir 7 dəfə. 7-ni 8-ə vurduq. 2 yadda, 14 o da 2. Deməli 24 168-in natural bölənləridir. 168 28-ə bölünür 6 dəfə. 6-nı 8-ə 4, 12 o da 4. Deməli 28 də getdi, amma 18-ə bölünməyəcək. 168 18-ə bölünməyəcək. 9 dəfəsi çox eləyər. 9-u 8-ə vuranda 2 7 yadda 162 bəli. 6 qalıq qaldı. Ona görə deyirik ki, A çoxluğuna, natural bölənlərinə 18 daxil deyil. Bu bizim 68-ci sualımız. İndi 69-cu sual. 160 ədədinin %35 hissəsini tapın. Baxın, verilmiş ədədin hansı hissəsini soruşursa, həmin hissəyə vura bilirik. Dərhal 5 aparıram. 5-ə böləndə 20, 5-ə böləndə 7. 20 ilə 160 gedir. 8, 7 vur 8, 56 etməkdədir. Deməli, düzgün cavab D variantı. Aşağıdakı hasillərdən hansı mürəkkəb ədədin sadə qruplara ayrılışır? Əziz şagirdlər, sadə qruplara ayrılışdırsa, bunun içində mürəkkəb ədəd ola bilməz. 9 mürəkkəb ədəddir. 9 mürəkkəb ədəddir. 9 mürəkkəb ədəddir. 15 mürəkkəb ədəddir. Yalnız sadə ədədlər olmalıdır. Sadə qruplara ayrılışda. 71-ci sual. 71-ci sualda dəyərli şagirdlər, birləşmənin say düsturu var. Xahiş edirəm, bunu əzbərləyin. ENA üstəgəl MB çıxılsın kəsişmə. Baxın, bu düsturu unutmayın. Yəni, birləşməni tapmaq üçün ENA-nı verib 7, MB-ni verib 5, kəsişməni çıxırsınız. Yəni, düzgün cavab 10 etməkdədir. Bunu bir də görürsünüz, uşaqlar Eylerbenlə də istəyir. Eylerbenlə belə yazılmalıdır adətən. Kəsişmə 2-dir. ENA 7-dirsə, 7 dənənin ikisi buradadırsa, burada 5 qalır. MB 5-dirsə, 5 dənənin ikisi buradadırsa, 3 qalır. Birləşmə isə gördüyünüzün hamısıdır. 5, 2, 3. Bu da təbii ki, bizim üçün yenə onu verəcəkdir. 72-ci sualda ən kiçik ortaq bölünəni soruşur. 52 nəyə bölünür? 2-yə bölünür. 52-ni 2-yə böləndə 26, 2-yə böləndə 13, 13-ə böləndə 1 alırıq. 65-i 5-ə bölürəm 13, 13-ə böldüm 1. Baxın, burada 13 ortaqdır, digərləri fərqlidir. Biz əkobu müxtəlif üsullarla tapa bilərik. Şagirdlərlə ən əlverişli üsullarımızdan biri böyük ədədi digərinin çıxılarına vurmaqdır. Yəni 65-in özündə olmayanlardan. O zaman 65-i 2-yə vururuq 130, bunu da 2-yə vuranda 260 ədədini alırıq. Yəni düzgün cavab 260 etməkdədir. 73-cü tapşırıqla davam edirik. 73-cü tapşırıqda deyir ki, belə burada yazaq, A çoxluğu B çoxluğunun alt çoxluğudur. Yəni AB-nin daxilindədir. ENA 4-dür. ENA 4-dür. Yəni 4 dənə element olur. B çıxay isə yəni kənarda qalanlardır. Yalnız B-də olanlar. Bu da 3-dür. O zaman MB-ni soruşursa, yəni bu dairənin içində nə görürəm mən? 4 və 3-ü görürəm. Bu da eləyir 7. Yəni 7 dənə elementi var. Bu qədər sadə. 74-cü misalda, baxın, 13,5 ortaq vuruqdur. Mötərizə xaricine çıxardıraq. Yerdə qalır 9,7 çıxılsın 5,7. O zaman 13,5 vurulsun. Təbii ki, 10'da 7'lər gedir. 9'dan 5 çıxanda 4. Bu da bizim üçün nə eləyəcək? 13 4'ə vurulanda 52 eləyir. 0,5'i 4'ə vurmaqda yarısı deməkdir 2. Ona görə düzgün cavab eləyəcək 54.
Siz alt-alta da vura bilərsiniz, adi kəsirə çevirib vura da bilərsiniz. 75-ci misal. Gəlin baxaq, buradan yazaq. 75. 2 bölünsün. Baxın, 1 çıxılsın kəsir gördüksə, məxrəc 2 olduğuna görə, əziz 9-lar, 1 özünü 2 kimi aparır. 2-də 2-dən 2-də 1 çıxdım, oldu 2-də 1. 3 bölünsün. Məxrəc 3 olduğuna görə bu 3-də 3 kimi düşünülür. 3-də 3-dən çıxılsın 3-də 1, eləyir 3-də 2. Bunda isə 4 olduğuna görə 4-də 4 kimi düşünürəm. Bu deyir 4-də 3 bərabərdir. 2 bölünsün, bu bölmədir deyə məxrəcdəkinin tərsinə vuracaq. Vurulsun 3 vur, 3-də 2-yə bölürəmsə 2-də 3-ə vuracam. 4 vur, bölürəmsə 3-də 4-ə vuracam. O zaman 2-lərin biri gedir. 3-lərdən biri gedir. Yerdə qalır 2, surətdəki 3, 4 vur, 4. Bu da bərabərdir bizim üçün. Deməli, nəyə bərabər olacaq? 2 vur 3, 6-dır, 4 vur 4, 16-dır, 6 vur 16, 96. Deməli, 75-ci sualda 96 tapdıq. 76-cı sualla davam edirik. A böl B C'dir. Biz bölünəni tapanda nə edirik? B-ni vururam C-yə, üstünə 5-i gəlirəm. İndi biz buradan nəyi tapa bilərik? C-ni. C isə 3 vur 2, üstəgəl qalıbdır. C bərabərdir 7-yə. C-ni 7 tapdığım üçün gətirib yerinə qoyuram. B vur, B-ni bilmirəm axı. C-nin yerinə 7 yazıram, üstünə də 5 gəlirəm. A-nın ala biləcəyi ən kiçik qiymət. Biz bilirik ki, qalıq hər zaman böləndən, yəni B-dən kiçik olmalıdır. İndi ən kiçik deyirsə, yəni 7B üstəgəl 5-i hesablamaq üçün B-nin ən kiçik qiyməti lazımdırsa, 5-dən böyük ən kiçik nə olacaq? 6 olacaqdır. Cavab 7 vur 6 üstəgəl 5. O zaman biz 42 ilə 5-i toplayıb 47 almış olarıq. Yəni düzgün cavab 47. İndi isə keçirik 77-ci suala. 77-ci sual haradadır? Burada. Elvin yolun 0,7 hissəsini maşınla getdi. Deməli, maşınla 0,7 hissəsini gedibsə, bir şey 10 qəbul olunur da, yerdə qalır 0,3 hissəsi. Aha. Qalan 1,5 kilometrlik yol isə piyada getdi. Yəni, piyada getdiyi hissə 3 hissədir. 3 hissə 1,5 kilometr düşür. Elvin getdiyi yol neçə kilometrdir? O zaman hissəyə görə ədədi tapırıq. Hissəyə görə ədədi tapanda verilmiş hissəyə bölürük. Yəni, 1,5-i vururuq. Bunu 10-15 kimi yazıram. İxtisarlar olsun, rahat görünsün deyə. Bu bizim üçün vurulsun 3-də 10. 10'lar gedir. 3 ilə 15 gedəcək. 5. Deməli, düzgün cavab 5 kilometr olacaqdır. Təbii ki, siz bunu tənasüblə də yaza bilərsiniz. 0,3 hissəsi 1,5-dirsə, 10, yəni tam hissəsi x-dir. Bu şəkildə də yazıb x-i 5 kilometr tapa bilərsiniz. 78-ci sual. Verilmiş kəsirlərin hasilini tapın. 78-ci sualda 0 tam dövrə qədər 2, dövrədən 6. Bunu vururuq. 1 tam dövrə qədər rəqəm yoxdur, dövrədən 21-dir. Biz indi bunu hesablayacaq. Bilirsiniz ki, bu qarışıq dövrünlük kəsirdir. Mötərizədəkinin içindəki rəqəmlər qədər 9, ortadakı qədər 0 yazırıq. Vergüllə mötərizədəsini. Vergüldən sonraki gördüyümüz ədədlər, rəqəmləri birləşdirib bir ədəd qəbul edirik və 0 yazdığımızı çıxırıq. 2 dənədir, 1,99-da, bu da olacaq 21. Bu olur 90-da 24. Bunu tez ixtisar aparıram 33, burada qalır 7, 3 apardım. Bunu qarışığa çevirəndə 33-ü 1-ə vururam. 33, 7 gəldim 40, bərabərdir. Tez 6-ya gedir ixtisar 15, 4. Bu da olur 33, 40. İxtisar burada 5 var. 5'ə ixtisar gedəndə 3, 5'ə ixtisar gedəndə 8.
Başqa ixtisar olmadığına görə 99-da 32, 4 vur 8. Bu şəkildə cavabı almış oluruq. Daha sonra 79-cu sual. Əziz şagirdlər, dəyərli 9-cu siniflər, 18-ə böldükdə hər hansı bir x-i 18-ə böldükdə natamam qismətdə 15 qalıqda 3 alırıq. Bu x yox, elə a ədədidir. Özü deyir, a ədədidir. Alınan a ədədidir. O zaman biz bayaqdan yazırıq ki, 19 vur 15 üstə gəl 3. Düzdürmü? Daha doğrusu 19 hardan çıxdı? Buna görə səhv alınır, bəzi texniki səhvlərə görə, bəzi misallarda səhv alma olur. 18-ə böldükdə deyir. Bunu da vururuq 15-ə. O zaman a bərabər olur. Deməli, 18-i 15-ə vursaq neçə alınar? Deməli, bu 90 alınmalıdır. Bu da 18. 270 üstə gəl 3. Deməli, axtardığım a ədədi 273 imiş. İndi bizə deyir ki, a ədədinin natural bölənən sayı. Deməli, 273-ü sadə vuruqlara ayıracaq. 3-ə böləcək 91. 7 olmalıdır 13. 13-ə də böləcək 1. Deməli, 273 bərabərdir 3 vur, 7 vur, 13. Hərəsindən bir dənə. Natural bölənlər, bu birlər yazılmır təbii ki. Mən gözümüzün qabağında olsun deyə yazıram. Bu birləri bir dənə artırıb bir-birinə vururduq. Baxın. Yəni 2 vur, 2 vur, 2. Bu deyəcək 8. Deməli, 8 dənə natural böləni vardır. İcazənizlə növbəti son 2 suala baxırıq. Son 2 suala baxırıq. Əziz şagirdlər. 80-ci sual. İfadələrin ardıcıl natural ədədlər olarsa. Baxın, ardıcıl natural ədədlər olarsa, amma hansının kiçik böyük demədiyini və n-in ala biləcəyi qiymətlər dediyinə görə biz hər iki halı yoxlamalıyıq. Birinci hal. 3n üstə gəl 2-ni kiçik qəbul edirəm. 2n üstə gəl 7-ni böyük ədəd qəbul edirəm. Ardıcıldırsa, deməli kiçinin üstünə 1 gələndə böyük alınmalıdır. 3n üstə gəl 3 bərabərdir 2n üstə gəl 7-yə. 2-ni bu tərəfə atırıq, çıx 2n olur. 3-ü bu tərəfə atırıq, 7 çıx 3 olur. O zaman n bərabər olur 4-ə. Bu n-in birinci halı. İkinci halda isə uşaqlar, biz 2n üstə gəl 7-ni kiçik qəbul edirik. 3n üstə gəl 2-ni böyük qəbul edirik. O zaman kiçiyin üstünə 1 gəlirəm. Ardıcıl natural ədəddir. 2n üstə gəl 8 bərabərdir. 3n üstə gəl 2-yə. 2-ni bu tərəfə atanda 8 çıx 2. 2n-i bu tərəfə atanda çıx 2. Yəni, əmsalı kiçik olanı böyük tərəfə atırıq ki, maksimum dərəcədə mənfilərdən qaçaq. Deməli, ki, tərsinə də atsaq heç fərqi yoxdur. Hər iki tərəf mənfi alınacaq və mənfilər gedəcək, amma daha əlverişli bu olur çox vaxt. N-in ala biləcəyi ikinci qiymət isə 6-dır. Ala biləcəyi qiymətlər cəmini dediyinə görə 4 ilə 6-nı toplayırıq. Cavab 10-dur. 81-ci tapşırıqla davam edirik. 81-ci tapşırıq. 96 elementli A çoxluğunu tez dayanıram. Deməli, A çoxluğu 96 elementdir. Elementlərinin 1000-də 375 hissəsi B çoxluğuna daxildir. Biz bayaq dedik ki, ədədin hissəsini tapıramsa, verilmiş hissəyə vururam. Bu 125-ə ixtisar gedəcək 3, 125-ə böləcək 8. 8 ilə bu gedəcək 12, cavab oldu 36. Düzdürmü? Amma burada bir dənə məsələ var. Elementlərinin bu qədər hissəsi B çoxluğuna daxildir. Deməli, həm A-nın elementidir. A-da olan həmin elementlər B-yə də daxildir. Deməli, mən nəzərdə tutmalıyam? Kəsişmə nəzərdə tutmalıyam. B çoxluğunun elementlərinin 3/2-si A çoxluğuna daxil deyil. Axı, 36-sı daxildir. 3/2-si daxil deyilsə, deməli, bu 36 3/1 hissə nəzərdə tutulur. 3/2-si daxil deyilsə. Çünki tam hissə 3/3-dür. Bunun 3/2-sini çıxanda təbii ki, 3/1 qalır. Onda nəyin 3/1 hissəsi 36-dır? Təbii ki, çarpaz vuranda 108. Deməli, axtardığımız MB 108 elementə malikdir.
Deyir, bəs bu iki çoxluğa yalnız biri daxil olan. Bu hissəni silirəm. Eylerbendən daha qəşəng gözümüzün qarşısında olsun. Baxın, 2 dənə Eylerben çəkirəm. Deməli, A-da 96-dan element var. B-də 108-dən element var. Bunun 36-sı ortaqdır. 36-dan çıxıramsa, 96-dan 36 çıxıramsa, burada 60 qalır. 108-dən 36 çıxıramsa, yalnız B-də olan 72 qalır. İndi bizdən yalnız bir çoxluğa daxil olan elementlər 1 60-dır, bir də 72-dir. Yəni cavab 132-dir. Belə, əziz və dəyərli 9-lar, növbəti videonun sonuna gəldik. Kanala abunə olmağı, şərh yazmağı unutmayın. Allah amanında, növbəti videolarda görüşənə qədər.